آن پرچم علینی uçatmışıq biz məktəbində izzət qazanmışıq biz. أعوذ بالله من الشيطان الرجيم بسم الله الرحمن الرحيم الحمد لله رب العالمين وصلى الله على سيدنا ونبينا محمد وآله الطاهرين اللهم صل على محمد وآل محمد وعجل فرجهم. Bəhsimiz hələ də Əsalətul İhtiyatda davam edir. Şübuhat Təhrimiyyədən danışırdıq. Dedik ki, Şübuhat Təhrimiyyədə gərək ehtiyat olunsun. Əgər şübhə məhsurədirsə, ehtiyat olunsun. Şübhə qeyri-məhsurədirsə, ehtiyata ehtiyac yoxdur və dəlillərindən də danışdıq. Tənbih, gəldik çatdıq bu nöqtəyə. İzə kənəl murəddədu fi şübhə qeyri-məhsurə əfradən kəthirə. Əgər mürəddəd olan şübhəli, yəni o haramlığı bəlli olan fərdlərin sayı digərlərinin içində çox ola. Yəni bir dəfə deyirik ki, məsələn 1000 dənənin içində bir dənə, 1000 butulkanın içində biri nəcisliyə haramdır. Bu olur 1000-də bir ehtimal. Bir də var, yenə də elə 1000 dənə butulkanın içində. Bu dəfə artıq haramların sayı 100-dür, amma təyin edilmir ki, hansı korobkadakıdır. Deyə fərz eləyək ki, hər korobkada 100 dənə butulka vardı, 10 dənə korobkadır. 1000 dənə belə 1000 dənə butulkadan bir korobkası nəcisdir, amma bilmirik hansıdır. Belə olan halda artıq 100-ün 1000-ə olan nisbəti oldu. Yenə də ümumi sayı 1000'dir, amma artıq nisbət fərqi 10-1-ə endi. 10'dan 1 ehtimalı ilə nəcis oldu. Buna deyilir şübhətul kəthir fil kəthir. Bu halda ehtiyat olunmağı vacibdir. Hətta şübhə qeyri-məhsuri olsa da belə 1000 butulkadan mən istifadə edə bilməsəm də belə, yenə də buyururlar ki, ehtiyat olunmalıdır. İzə kənəl murəddədu fi şübhə qeyri-məhsurə əfradən kəthirə. Əgər şübuhat qeyri-məhsurədə o mürəddəd fərdlər say baxımından çox ola. Nisbətə məcmu'iha iləl-müştəbəhat kənisbəti şey iləl-umuril-məhsurə. Belə ki, o qədər çoxdur ki, onların sayı, o mürəddədlərin sayı, ümumi sayı olan nisbətdə elə bil ki, sanki şübhə məhsurəyə gətirib çıxardır. Kənisbəti şey iləl-umuril-məhsurə. Elə bil bir məhsurə şübhədə bir şeyi bilmirsən, bir neçə şey bilmirsən. Məsələn, kəma izə alimə bi vücudi 100 şatin muharramətin fi zimni 1000 şatin. Məsələn, 1000 qoyunun içində bilir ki, 100'ü haramdır, oğurluqdur. Fə innə nisbətəl 100 iləl əlif nisbətul vahid iləl əşərə. Çünki 100'ün 1000'ə olan nisbəti 1'in 10'a olan nisbətidir, 10'da 1 nisbətidir. Və həzə ma yüsəmmə bi şübhətil kəthiri fil kəthir. Buna kəthirin kəthirdə olan şübhəsi kimi, şübhətul kəthir fil kəthir deyərlər. فالعلم الإجمالي هنا منجز. Burada ilmi icmali müneccezdir. والعقلاء يتعاملون معه معاملة الشبهة المحصورة. Burada artıq uqala bu cür şübhələrlə məhsurə şübhənin təamülünü eləyirlər. Yəni bu cür şübhələrdə ehtiyata əməl edirlər, ehtiyat edirlər. Və la yu'addu ihtimal hurmə fi kulli tərəfin ihtimalan dailən. Hər bir tərəfdə olan ehtimal cılız, zəif ehtimal deyil. Dail yəni çox cılız, çox zəif ehtimal deyil. Çünki hər bir tərəfdə 10'da 1 ehtimalla vurduğumuz misalda haramlıq ehtimalı var. 10'da 1 ehtimalı da zəif ehtimal sayılmır. Buna görə də gərək ehtiyat olunsun. Bu birinci məqam idi ki, şübuhat təhrimiyyədən danışırdıq. İndi keçirik əş-şübuhat əl-vücubiyyə, vacib şübhələr. Yəni elm icmalidir. Amma tərəfləri, yəni təklif burada haramlıq deyil, vacibdir. Hörmət deyil, vacibdir. Buyurur ki, şübuhat-ül vücubiyyədə mükəlləfun bih. Ki, mükəlləfun bih deyən o təklifdə ki, təklifin özündə yox, mükəlləfun bihdə şübhəyə düşürük. Burada şübhə iki qismə ayrılır. Bir dəfə mürəddəd şeylər. Yədurul əmru beynə mütəbayineyn. Bir də tərəddudul əmr beynəl əqəlli vəl-əksər. Necə? Məsələn, deyək ki,
mən cümə günündə zöhr vaxtı yəqin bilirəm ki, boynunda bir namaz vardı. Amma o namaz 2 rükətli və xutbələri ilə cümə namazıdır, ya 4 rükətli zöhr namazıdır. Bunlar mütəbayindirlər. Zöhr namazının öz heyəti var, cümə namazının öz heyəti var, hərəsi özündə müstəqil bir vücudu vardır. Bu vücud o vücuda oxşamır, başqa-başqa şeylərlə, başqa-başqa vücudlardılar. Mən yəqin bilirəm ki, bir namaz qılmalıyam, amma o namaz cümə namazıdır ya zöhr namazıdır, təyin edə bilmirəm və təyin edə bilmədiyim o fərdlər də bir-birindən mütəbayinlər, hər birinin özünün müstəqil vücudu vardır. Bir dəfə də olur, beynəl əqəlli vəl-əksər, çoxla az arasında tərəddüd. Necə? Məsələn, deyək ki, şəkk eləyirəm, görəsən surə namazın vacibatındandır ya yox? Ya görəsən müstəhəbdir? Əgər desək ki, namazın vacibatı 10 dənədir, biri də surədir, Qul huvəllahdır, məsələn, hər hansı bir surədir, həmddən sonra bir surə də oxumalıyıq. Onda namazımız bir dənə namazdır, amma hissəsi 10 hissədən ibarətdir. Amma birdən desək ki, yox, o müstəhəb əməldir, qunut kimi müstəhəb bir şeydir, surə namazın vacibatından deyil. Onda vacibat qalır 9 dənə. Deməli, onda şəkk edir, görəsən, namaz 9 hissəlikdir ya 10 hissəlik. Bu bir dənə əməldir, yəni bu namazla namazın fərqi yoxdur. Elə həmən, məsələn, sübh namazdır, ya həmən zöhr namazı. Sadəcə olaraq bilmirik ki, o həmdən sonra oxunan surə vacib imiş ya müstəhəb imiş. Əgər vacib imişsə, onda vacibatımızın sayı namazda 10 dənə imiş. Yox, əgər vacib deyilmişsə, onda 9 dənə imiş. Deməli, onda o 10 dənəli fərdə deyirik əksər, 10 dənə vacibi vardır. 9 dənəli ki, surəsiz namaza deyirik əqəl. Burada vacibimiz, məsələn, həmən zöhr namazı. Dövran eləyir 10 hissəli ilə 9 hissəli namaz arasında. Amma elə bir namaz, ikinci namaz yoxdur. Dəvaran beynəl əqəlli vəl-əksər, yəni 9 ilə 10 arasında dövran eləyir. Əl-məqamu thani əş-şübhəl vücubiyyə. İnnəş-şübhəl vücubiyyə fil-mükəlləfi bih tənqəsimu ilə qismeyn. Deyir ki, şübhat-ül vücubiyyədə mükəlləfun bih 2 qismə ayrılır. Tarətən yəkunu şəkku murəddədən beynəl mütəbayinəyn. Bəzi hallarda şək mütəbayinlər arasında dövran eləyir. Kətərəddüdil əmri beynə vücubil zuhr əvil cümə. Necə ki, əgər şübhədə qalmışıq, görəsən vacib olan zöhr namazıdır ya vacib olan cümə namazıdır. Və uxra beynəl əqəlli vəl-əksər. Bəzi hallarda da əqəllə əksər arasında tərəddüd eləyir. Məsələn, beynəs salati mə'əs surə əv biduniha. Görəsən, namaz surəlidir ya surəsizdir. Namazda surə vacibdir ya vacib deyil. Və bizəlikə yeqavul kəlam fi mavdi'ayn. Ona görə də gərək bu mövzunu 2 mərhələdə araşdıraq, 2 məqamda araşdıraq. Bir məqamda şübhat əd-dairə beynəl mütəbayineyn, bir də şübhat əd-dairə beynəl əqəlli vəl-əksər. Əl-mavdi'ul əvvəl. Əş-şübhəl vücubiyyə əd-dairə beynə mütəbayineyn. Vücubi şübhələr ki, 2 mütəbayinin arasında dövran eləyir. Məsələn, deyirik, zöhrlə cümə kimi. İzə dərəl vacibu beynə əmreyni mütəbayinəyn. Əgər vacib 2 dənə feilin arasında, mütəbayin feilin arasında dövran eləyirsə. Fəmənşəv şək imma fiqdanın nəs. Bu şübhənin əsası səbəbi ya nəssin olmamaqdır, əv icmaluhu, ya onun mücməl olmaqdır, əv taarudun nəsseyn, ya da ki, nəslərin taarruz etməsidir. Əv şübhəl mövduiyyə, ya da ki, şübhə mövzuiyyə xarici bir amildən qaynaqlanır. Fəhunəkə məsailu ərbəə və iləykəl bəhsu fiyhə bivəchin mucəz. İndiki məsələ 4 qismə ayrılır, 4 formada ola bilər. Ona görə də qısa şəkildə hər birinin izahını verək. 1. İzə tərəddədəl vacibu bi qeyri li əcli fiqdanin nəs. Əgər nəssin olmadığına görə məsələ qarışarsa bilmirik hansı vacibdir. Misal verir ki, tərəddudihi beynə zuhri vəl cümə. Nə zöhrə, nə də cüməni vacib eləyəcək, əlimizdə nəssimiz yoxdur. Məsələn deyə misal vurur. Gəzdik hədislərin için görmədik ki, cümə gününün günorta vaxtında vəzifəmiz zöhr qılmaqdır ya cümə qılmaqdır. Bu oldu tərəddüd, yəni əş-şübhə
vücubiyyə dairə beynəl mütəbayinin bisəbəbi fiqdanin nəs. Nəssin olmadığına görə şübhədə qaldıq ki, cümə qılmalıyam ya zöhr qılmalıyam. İkincisi, izə tərəddədəl vacibu bi qeyrihi li əcli icmalin nəs. Vacib tərəddüd eləyir, nəyinə, iki vacibin arasında nəssin icmalına görə. Bi ən yətəəlləqət təkliful vücubi bi əmrin mücməl. Belə ki, vücubi bir təklif mütəəlləq olubdur bir mücməl şeyə. O mücməl şeyi ayırt eləyə bilmirik. Məsələn, ki qavlihi Teala hafizu aləs-salavati vəs-salatil vusta. Bütün namazlara diqqətli olun, xüsusilə də ortancıl namaza. Vusta namazı, ortancıl namaz, orta namaz. Heç şübhəsiz ki, əgər Allah Teala bir şeyi xüsusi tapşırırsa, deyim, onun vaciblik dərəcəsi də yuxarıdır. Vacib vacibdir, amma mümkündür deyə aşağı dərəcəli vacibi pozsaq, məsələn deyə 50 dənə əzab, məsələn deyə cəza görəcəksə, 50 il məsələn cəza görəcəksə, mümkündür yuxarı vacibi pozsaq 100 il olacaq o cəza. Vacib vacibdir, onu pozmağı da günahdır, Allaha qarşı üsyandır. Amma vacib də vacibdən fərq eləyir. Mümkündür biri oruç tutmayıb bilərəkdən, biri namaz qılmayıb. Heç bir hədisdə mümkündür gəlməyib ki, ömrü boyu oruç tutması o kafirdir, amma bilə-bilə namazı tərk eləyən deyə kafirdir. Deməli, onda vaciblər də öz aralarında dərəcə-dərəcədir. Ona görə də Allah mütəal bizə ortancıl namazı digər namazlardan daha şiddətlə tələb elədi ki, ona mühafizə eləyək, ona diqqətli olaq. Onun haqqını daha çox riayət eləyək. İndi salatul vusta nədir? Mümkündür biri deyər günorta namazı, biri deyər əsr namazı. Təbii ki, bizim hədislərdə gəlib, çoxlu hədisdə gəlib ki, zöhr namazıdır, günorta namazı. Baxmayaraq ki, sübhdən sayanda əsr namazı ortancıl olur. Niyə? Çünki özündən qabaq ikisi qalır, sübhlə zöhr, özündən də sonra ikisi qalır, məğrib və işa. Amma hədislər deyir ki, o zöhr namazı, bu haşiyə çıxıb bu söz deyirəm. Şeyxin misalında deyir ki, qaranlıq qaldı, bilmədi ki, hansıdır. Çünki nəs mücməldir. Nəs mücməl olduğu üçün təyin ilə bilmədi ki, əs-salatul vusta, ortancıl namaz hansıdır. Haythu innes-salatel vusta muraddadetun beynə iddətin minha. Ortancıl namaz sözü bir neçə namaza aid ola bilər. Üçüncüsü, izə tərəddədəl vacibu bi qeyrihi li əcli təarudin nəsseyn. Bəzi hallarda da vacib tərəddüd edir iki dənə mütəbayin fərd arasında nəslərin təaruzuna, toqquşmasına görə və təkafuuhuma və təkafuihima və o toqquşan nəslərin də bir-birinə bərabər olmasına. Çünki bəzi hallarda nəslər toqquşa bilər, biri o birisindən güclü olar, onda müqəddəm olar. Bəzi hallarda toqquşarlar, bir-birinə bərabər olarlar, heç birisinin üstün qərar verə bilmərik. Kəmə izə darəl əmru beynəl qasri vəl itmam. Məsələn, fərzən deyək, bir nəfər çox səfər eləyəndir, amma işi ilə bağlı yox. Bir dəstə rivayətlər dedi ki, əgər işi ilə bağlı deyilsə, çox da səfər eləsə qəsr qılacaq. O biri dəstə rivayət edir, yox, çox səfər elənsə, hətta işi ilə bağlı olmasa da, gəzib dolanmaq üçün də olsa belə, yenə də namazları bütövdür. İndi bilmədik bu adam namazını qəsr qılsın ya bütöv qılsın. Bir dəstə rivayət deyir qəsr qılacaq, bir dəstə deyir ki, bütöv qılacaq. İzə tərəddədəl vacibu bi qeyrihi, əgər vacib özündən başqasına tərəddüd edir, min cihəti üzr istəyirəm. İzə tərəddədəl vacibu bi qeyrihi li əcli təarudin nəsseyn və təkafuihima. Nəslərin toqquşu və bir-birinə bərabər olduğuna görə vacib olan şey başqası ilə qarışıq düşüb, bilmirik hansıdır. Kəmə izə dərəl əmru beynəl qasri vəl itmam. Necə ki, qəsr və tamam qılmaq barəsində tərəddüddə qalarıqsa bu moriddə namaz qəsr olmalıdır ya bütöv olmalıdır, tam olmalıdır. Dördüncüsü, izə tərəddədəl vacibu bi qeyri min cihəti iştibahil mövdu. Bəzi hallarda da söhbət nəssin olmamağı ya icmalından ya təaruzundan getmir. Xarici mövzunu qarışdırmışıq. Kəmə fi surəti iştibahil faitə beynəl əsri vəl məğrib. Məsələn, yəqin bilirəm ki, keçən həftə bir dənə namazı qılmamışam, amma bilmirəm o əsridir ya məğribidir. Əsr idisə 4 rükətli namazımdır, gedən məğrib idisə 3 rükətli namazdır.
Yəqin bilirəm bir namazı qılmamışam, amma görəsən o əsridir ya məğribidir, onu qarışdırmışam. Bu xarici bir şeydən, xarici amildən qaynaqlanan hökmləri bilirəm. Əsrdə vacibdir, zöhrdə vacibdir, hər birinin vaxtını da bilirəm. Hansısa birini qılmamışam, yadımdan çıxıb, indi bilmirəm hansıdır. İnnel xilafə fi hadihil məsail kəl-xilaf fi şübhəl təhrimiyyə. Bu sözü gedən məsələlərdə ixtilaf elə təhrimi şübhələrdəki ixtilaf kimidir. Vəl muxtar huvəl muxtar tabiqən na'li bin na'l. Və burada da məsələ seçdiyimiz nəzər ilə orada təhrimi şübhəsindəki dediyimiz kimi tam üst-üstə düşür. Orada nə demişdiksə eyni sözü burada da deyirik. Fəyəcibul ihtiyat fil ula və thaniyə və rabiə. Bu saydığımız 1, 2, 3, 4-dən birincisində, ikincisində və dördüncüsündə ehtiyat olunmalıdır. Yəni hansında? Fiqdanın nəslə gəlir ki, ehtiyat eləsin. Həm zöhr qılsın, misalda, həm də ki, məğribi qılsın. Həm zöhr qılsın, həm də ki, cüməni qılsın. İkinci ehtimalımız nə idi? İcmalın nəsdən. Salatul vusta nədir? Göründə bütün namazlara diqqətlə yanaşsın. Dördüncü nədir? Görəsən, məğrib boynumda qalan ya əsridir. Görək onda hər ikisini ehtiyat eləsin, qılsın. Məğribdir ya əsridir. Amma üçüncü ki, təarudun nəsli ilə gəldi, görəsən, filan yerdə vacibdir, bütöv qılam ya qəsr qılam. Deyir, orada alimlər buyururlar ki, hər hansı tərəfin rivayətini seçsən, təxirə əməl eləsən, problemi yoxdur. İstəyirsən qəsr deyən rivayətə əməl elə, qəsr qıl, istəyirsən bütöv deyən rivayətə əməl elə, bütöv qıl. Hər iki tərəf, hər hansı bir tərəfi seçsən, təxir ixtiyarın vardır. Ona görə deyir ki, fəyəcibul ihtiyat fil ula və thaniyə və rabiyə. Birinci, ikinci və dördüncü muğridlərdə gərək ehtiyat eləyəsən. Və əmmət thalitə, yəni təaruzun nəssəyində fəl-məşhur fiyhə ət-təxyir. Məşhurun nəzəri budur ki, orada təxyir caizdir. Li əxbarit təxyiri səlimə anil muarid. Çünki bu barədə muarizi olmayan mötəbər rivayətlər vardır ki, o rivayətlər deyir, hansı tərəfin hədislərinə əməl etsən, məsuliyyət boynundan götürülübdür, düz iş görmüsən, səni hesaba çəkməyəcəklər. Bu birinci mövzu idi ki, əş-şübhə dairə beynəl mütəbayineyn. İkinci mövzu dedi ki, ikinci bəhs eləməli olduğumuz nöqtə əş-şübhəl vücubiyyə əd-dairə beynəl əqəlli vəl-əksər. Çoxla az arasında dövran eləyən şübhənin mövridində söhbət. Dedi, görəsən, namazın 10 hissəsi var, ya 9 hissəsi var. Artıq burada 2 dənə başqa feil deyil. Eyni bir namaz ya 9 hissəli ola bilər, ya 10 hissəli ola bilər. İnnəl əqəl vəl-əksər yənqəsiman ilə istiqlaliyyəyn və irtibatiyyeyn. Deyir ki, çoxla az arasında dövran edən şübhələr də özü 2 yerə bölünə bilər. Yəni, əqəl və əksər sözü özü 2 cür mənada anlama gələ bilər. Bir dəfə istiqlaliyyeyn, bir dəfə də irtibatiyyeyn. Nə deməkdir istiqlaliyyeyn, nə deməkdir irtibatiyyeyn? İstiqlaliyyeyn odur ki, bunun vücudu o birisinin vücudundan müstəqildir. Yəni, tutaq ki, məsələn, fərzən belə deyək ki, mən şəkk eləyirəm. Görəsən, Zeydə 1 dinar borcluydum, ya 2 dinar borcluydum. Elə? O, burada istiqlalidir. Yəni, birin vücudu, o birin vücudundan müstəqildir. Hər birinin özü müstəqil vücudu var. Əgər 1 dinarın qaytarıramsa, yerdə 1 dinar qaldı. Yəni, bunun onun cibinə girməsi mənim boynumdan 1 dinarı götürdü. O biri dinara aidiyyət yoxdur. O biri dinar qaldı boynumda. Yəni, hər birinin müstəqil vücudu var idi. Bu da bir müstəqil vücud daşıyır, bu da bir müstəqil. Düzdür, yanaşıdır, ya 2-dir, ya 1-dir, amma əqəl və əksərdir. 2 çox hissəsidir, 1 az hissəsidir. Amma müstəqilliyi vardır. İstiqlaliyyəyndirlər, istiqlalidirlər. Birinin vücudunun, o birisinin vücudundan asıllığı yoxdur. Amma irtibatiyyeyn o deməkdir ki, kəsir elə qəlili içində həmişə saxlayır. Və müstəqil şəkildə də o qəlil kəsiri ifadə eləyə bilməz, onu icra eləyə bilməz. Nə kimi? Məsələn, deyə görəsən, surə namazın bir hissəsidir ya yox. 9 hissədən ibarət namaz və 10 hissədən ibarət namaz. Namaz ya 9 hissəli idi, surəsiz idi, ya da 10 hissədən ibarət surə ilə bir yerdə idi. Yəni 10 vacibdən deyək, hissədən də 10 vacibdən ibarət idi.
Belə olan halda bunlar artıq nədirlər? İrtibatidirlər. Surənin namazın içində olmağı digər feillərlə irtibatidir. Əgər həqiqətdə surə namazın bir hissəsi idisə, onsuz qılsan yerdə qalanları da batil eləyir. Dinarlar kimi deyir ki, bir dinarı verdim, o birisi boynumda qalıb. Bu verdiyim batil olmadı. Amma əgər 9 hissədən ibarət namazı qılsam, 10 hissəliyin əvəzini verməyəcək. Hamısı batil olacaq. Ya təzdən qılam. Təzdən bir dənə də 10 hissəliyin qılam. Çünki bu hissə o bir hissələrlə rabitədədir, əlaqədədir və ondan sıx bağlılıqdadır. Deməli onda şubuhat-ül vücubiyyə əd-dairə beynəl əqəlli vəl-əksərdə iki cürdür. İrtibatiyyeyn vardı, istiqlaliyyeyn vardı. İnnel əqəl vəl-əksər yənqəsimani ilə istiqlaliyyeyn və irtibatiyyeyn vəl-fərqu beynəhuma. Əqəl və əksər də iki yerə bölünür, istiqlali və irtibatiyyə. Və onlar arasında olan fərq də bundan ibarətdir. Və ənə vücubul əqəl və imtisaluhu fil istiqlali yuğayru vücubul əksər. Deyir ki, istiqlalidə olan azın imtisalı yerinə yetirilməsi çoxun imtisalının yerinə yetirilməsindən başqa bir şeydir. Əla fərdə vücubi, əgər vacibdirsə və imtisaluhu. Fəlikullin vücubun və imtisal. Hər birinin özü-özlüyündə vacibi var və o vacibi yerinə yetirməyi vardır. İstiqlallərdə, müstəqillərdə. Kəddeynil mürəddəd beynə dinarin və dinarin. Məsələn, deyib, ayaq dedik ki, Zeydə 1 dinar borcluyam ya 2 dinar borcluyam. Və zahir vücubu imtisal ləqəl. Bu yerdə məşhur budur ki, zahir budur ki, dəlillərdən azın imtisalı kifayət edir. Görəsən, mən Zeydə 1 dinar borcluyam ya 2 dinar, 1 dinarı versin, təklif boyundan düşər. Və ədəm lüzumi imtisal əksər li ədəm sübuti vücubihi. Yuxarısının çoxun imtisalı lazım deyil, çünki onun vacibliyi üçün dəlil yoxdur. Li ədəm sübuti vücubi, çünki onun vacibliyi bir dəlillə sabit deyil. Görəsən, mənim boynumda 10 günün qəzası var ya 11 günün. O 10 günü yerinə yetirsin, kifayət edə 11-ci günə ehtiyac yoxdur. Çünki 11-ci günün vacibliyi üçün dəlil yoxdur ortada. Bi xilafil əqəl fil irtibatı, bunun əksini olaraq, bunun xilafını olaraq irtibatidə fə innəhu əla fərdi vücubil əksər yəkunu vacib bi nəfsi vücubil əksər. Əgər deyir ki, vacib həmən çox hissə imişsə, çox hissəli olan, məsələn, namaz imişsə, 10 hissədən ibarət olan namaz imişsə, əksər imişsə, yəkunu vacibən bi nəfsi vücubil əksər. Onda elə vacib həmən çoxun vacibliyi ilənmiş. Fələhuma vücubun vahid. Onların elə ikisinin birlikdə bir vücubu varmış. Və imtisalun farid. Və ikisinin birlikdə bir dənə vücudu varmış. Yəni 10 hissəlik namazla 9 hissəlik namazın ikisi birlikdə birləşib belə 10 hissəlik əmələ gətirirlər. O surədə onun içində gedir. Yəni müstəqil bir vücudu yoxdur onun. Və lizalikə ixtələfu fi cəvazil iqtisar bil əqəl əv lüzumil ityan bil əksər. Buna görə də ki, ixtilaf eləyiblər. Görəsən, aza kifayətlənmək olarmı? Bir nəfər desin ki, mən şəkk eləyirəm, görəsən, surə vacibdir ya yox, üstündən bəraət cari eləyirəm, qılmıram, surəsiz qılıram namazları. Yaxud vacibdir ki, əksər yerinə yetirək, çünki deyək, yəqin bilir boynunda təklif var, surəsiz qılsaq şəkk eləyir, iştiqal yəqini, yəqtadı, fərağəl yəqini, iştiqal qaydası deyir ki, onda surəni də deyəsən, hansını yerinə yetirək, bəraət cari eləyək, iştiqal cari eləyək ki, bəhsi vardır. Və nəqtəsiru bil bəhsuna aləl əqəlli və ləksəril irtibatiyyeyn və yubhəsu anhu dimnə məsail ərbəə. Deyir ki, burada əqəl və əksər irtibatiyyeynlə söhbət açacaq, ona kifayətlənirik, yəni istiqlaliyyə ilə danışmıram və 4 dənə məsələ arasında, 4 dənə məsələ zimnində məsələni istəyirik ki, araşdıraq. Əl-məsələl ulə dəvranul əmri beynəl əqəlli və ləksər li-əcli fiqdanin nəs. Nəssin olmadığına görə məsələnin az və çox arasında dövran etməsi. İzə şəkəkna fi cüziyyəti surə əv cilsətil istirahə. Əgər şəkk elədik ki, görəsən surə vacibdir ya yox. İstirahət oturmağı vacibdir ya yox. Yəni, 1-ci və 3-cü rükətlərdəki, daha doğrusu, ya da 1-ci rükəti qutarıb ki, 2-yə qalxırıq, təşəhhüd yoxdur. Yəni, təşəhhüd olmayan rəkətlərdə ki, birbaşa görəsən qalxa bilərik, ya oturmalıyıq. Yəni, alnımı 1-ci rəkətin 2-ci səcdəsindən götürdüm. Birbaşa qalxa bilərəm, ya təşəhhüd halında oturmalıyam, sonra qalxmalıyam. Yəni, oturmaq ki var, sözsüz, elə bir oturmağın özü. Bu vacibli ya yox, ona deyilə cilsətül istirahə.
Cilsətül istirahə vacibdir ya yox? Surə vacibdir ya yox? Əv şərtiyyət ibahəti səv əl-musalli. Görəsən, namaz qılanın paltarının mübahlığı, halal olmağı vacibdir ya yox? Fəyekunul vacib murəddədən beynəl əqəlli kəs-salat bila surə və bila cəlsə əl-istirahə. Belə olan halda namazımız dövran eləyəcək. Görəsən, azdan çox arasında az olacaq, surəsiz ya istirahət oturuşuğu olmayan namazlarla çox arasında, o da yəni surəsi olan və cilsətül istirahəsi olan namaz arasında dövran eləyəcək. Əvl əksər kəs-salati məs-surə və mə cilsətül istirahə. Fəhəl ityan bil əksər məcrən lil-bəra əv məcrən lil-ihtiyat. Görəsən, o yuxarıda bəraət cari eləyə bilər ya ehtiyat eləməli. Yəni deyirəm ki, mən surənin və cəlsətül istirahənin vacibliyin bilmirəm və bəraət cari eləyirəm. Hər hansı şeyin vacibliyin bilmirəmsə, bəraət cari eləyirəm və özümü amanda görürəm. Deyirəm, mən surəsiz də qılsam namazım düz olacaq. Və yaxud ehtiyat eləməliyəm. Deməliyəm ki, mənim boyumda namaz var. Mən bilmirəm ki, o namazı surəsiz qılsam, o boynumdan götürürlər, götürülməz. Gələk onda ehtiyat eləyəm. Əv məcrən lil-ihtiyat. Hansı olmalıdır? Vəl-muxtar huvəl-bəraə. Deyir ki, mənim seçimim bir müştehid kimi budur ki, burada bəraət cari olacaq. Yəni, surədə və cəlsətül istirahədə bəraət cari edib, onu yerinə yetirməyə bilərik. Və'ləm ənəhu yu'təmədu fi təqriril bəra'əl əqliyyə ələ məsələti qubh liqab bila bəyan. Bil ki, burada deyir ki, həm bəra əqliyyə cari eləyə bilərik, həm də ki, bəra şər'iyyə. Bəra əqliyyəni cari eləmək üçün məsələni bu cür qururuq. Deyirik ki, surənin vacibliyi barəsində ya cəlsətül istirahənin vacibliyi barəsində bəyanun vasil yoxdur. Yəni, gəlib bir xəbər, gəlib çatmayıb. Çatsaydı bilərdik, axtardıq, görmədik. İndi ki, bəyanun sadirun vasil yoxdursa, onda buna görə Mövla əgər əbdin cəzalandırarsa, iqab eləyərsə, olar qubhul iqab bila bəyan. Və bu da ki, qəbihdir. Ona görə də ki, əlimizdə olan dəlilləri aradıq, araşdırdıq. Surənin ya cəlsətül istirahənin vacibliyi üçün bir şey tapmadıqsa, onda oldu bəyansız bir vacib ehtimallı bir əməl. Və burada da bəraət cari eləmə ixtiyarımız var. Çünki əql hökm edir ki, qubhul iqab bila bəyan. Bəyansız cəzalandırmaq qəbihdir. Bu oldu əqli dəlilimiz. Yəni, daha doğrusu, bəra əqliyyəmiz. Və'ləm ənəhu yu'təməd fi təqriril bəra əqliyyə ələ məsələti qubhul iqab bila bəyan. Bilginən ki, deyir, bəra əqliyyən təqrirində etimad olunur nəyə? Qubhul iqab bila bəyan qaydasına. Fəyuqalu fil məqam ənə cəzail məşkuk ləm yerid fi vücubihi bəyanun. Məşkuk cəza ki var. Ənəl cüz'ül məşkuk üzr istəyirəm. Fil məqam ənəl cüz'əl məşkuk ləm yerid fi vücubihi bəyanun. Məşkuk hissə ki vardı, yəni surə məsələn, onun bəyanı üçün bir xəbər gəlib çatmayıb. Onun vacibliyi üçün, üzr istəyirəm, onun vacibliyi üçün bir bəyan gəlib çatmayıbdı. Fələv tərəkəhul əbd və kənə vacibən fil vaqi. Əgər bəndə o vacibi tərk eləyərsə və həqiqətdə də vacib imişsə, fəl-iqab ələ tərki iqabun bila bəyan. Şari gəlib onu cəzalandırarsa, onda iqabun bila bəyandır. Xəbər yetirmədən cəzalandırmaqdır. Və huvə qəbihun ələl-həkim. Bu da ki, həkimdən qəbihdir ki, bir xəbəri bəndəsinə çatdırmamış, bir özündən aşağıda o mə'muruna o əmrini çatdırmamış, sonra o mə'muri cəzalandırır ki, filan əmri niyə yerinə yetirmədim? Bu da ki, qəbih bir əməldir. Bu oldu nəyimiz bizim? Bu oldu bizim qubhul iqab bila bəyan qaydasına söykənərək bəra əqliyyəni cari etməyimiz. Şeyx Sübhani istəyir ki, öz nəzəriyyəsini dəlillə sübut eləsin. Dedi ki, görəsən, şubuhat-ı dairə beynəl əqəlli vəl əksəril irtibatiyeyində bəraət cari eləməli, ya ehtiyat cari eləməli. Dedi ki, mənim nəzərimə görə bəraət cari eləyəcək. Sanki soruşuruq Şeyx Sübhanidən ki, dəlilin nədir? Deyir, dəlilim həm bəra əqliyyədir, həm də bəra şəriyyədir. Bəra əqliyyə qubhul iqab bila bəyan. Şariyə bu barədə bizə bəyan çatdırmayıbdır. Bəyan çatdırmadığı üçün ona görə cəzalandırsa, onda qəbih olacaq və şariyə də həkimdir. Həkimdən də qəbih feil baş verməz. Ona görə cəzalandıra bilməz, cəzalandırmaz və bəndə özün əmin-amanlıqda saya bilər və bəraət cari eləyə bilər. Bu oldu bizim qubhul iqab bila bəyanımız. Keçir indi
Bəra şər'iyyədir. Kəma ənəhu yu'təməd fi təqriril bəra şər'iyyə. Həmçinin də bu məsələni sübut eləmək üçün bəra şər'iyyədə də etimad eləmək olar. Liəcli rəf'il vücubi şər'i. Şər'i vücubu ortadan qaldırmaq üçün. Necə? Əla hədisir rəf'. Hədisur rəf'ə söykənərək. Fəyuqal innə vücubəl əksər yuaddu mimma la ya'lemun. İki feyuqal inne vücubel ekser ba'du mimma la ya'lem. Ba'du. Yuad yox, ba'du. Hələdə. Deyir ki, vacibliyin bilmədiyimiz hissə, məsələn surə, hələdə mimma la ya'lemunun altındadır. Axtardıq hədislərin için. Tapa bilmədik ki, görəsən həmdən sonra surə vacibliyə yox. Peyğəmbər sallallahu aleyhi və alihi və səlləm də buyurur, rufi'an ümməti ma la ya'lemun. O şey ki onu bilmirlərsə ümmetimin boynundan götürülüb. Bilmədiyi şeylər ümmetimin boynundan götürülüb. Bu baxımdan ki surənin vacibliyin bilmirik, demək onun ümmətin boynundan götürülüb. Feyuqal inne vücubel ekser ba'du mimma la ya'lemun. Cavabında deyilir ki, çünki hələ də o əksər hissə, yəni o surə ilə qılınan namaz, ba'du mimma la ya'lemun. Bilmədiyimiz şeylərin içindədir. Və kullu ma kana kəzalik fəhuvə mərfuun. Və hər şeyin ki hökmün vacibliyin bilmiriksə, vacibliyin bilmədiyimiz şeylər boynumuzdan götürülübdür. Bu da oldu bizim nəyimiz? Bəraətə olan dəlillərimiz. Yaxşı, bəs ehtiyata olan dəlil nədir? O da inşallah gələn dərsdə gələr. Elhamdülillahi Rabbil aləmin və sallallahu ala seyyidina və nəbiyyina Muhammedin və alihi tahirin.